Bakı borçludur, Bakı bunlar dayanmadan ayrılacaq. Yanğın bazarın 15.000 kvadrat metrlik sahəsinin 2.000 kvadrat metrlik hissəsini tamamilə əhatə edib. Digər hissəsi isə yanğından mühafizə olunub. Yanğının söndürülməsində Gəncə şəhəri ilə yanaşı Samux, Göygöl və Şəmkir rayonlarından yanğın söndürmə briqadaları cəlb edilib. Səhər saat 8-də yanğın tam nəzarət altına alınıb. Təxminən 3 saat ərzində yanğın söndürmə briqadaları yanğını söndürə biliblər. 2000 kvadrat metr sahəsi əhatə edən yanğının demək, kənar obyektlərinin yayılmasının qarşısı alınmışdır. Yanğın 08:00-da tam söndürülmüş, xəsarət alan olmamışdır. Yanğının baş vermə səbəbi araşdırılır, yəqin ki, məlumat veriləcək. Yanğın əsasən məişət malları və geyim satılan şöbəsində baş verdiyindən burada bizneslə məşğul olanlara xeyli ziyan dəyib. Dükan sahiblərinin əksəriyyəti mallarını banklardan götürdükləri kreditlər hesabına həmçinin nisyə aldıqlarını bildiriblər. Bir dənəli maşının içində su gəlməyib bu bazara. Bir dənə pajanın siqnalı gəlməyib ki, millət ayağa dursun. Niyə? Səbəb nədir? Qəsdi qəzəsi var. Qəslə yandırıblar da, nə olacaq? Qəslə yandırıblar. Saat 1 saata bu boyda bazar yanır. Nə veriləcək? Bax, deyək görəm, nə də veriləcək? Balalarım banka borçludur, ey banka qop. Ya get deyən ki, bank görəm, mənim uşağımın. Ödüyorum o bankını. Sonra deyib, 2 dənə Gəncənin pajanlısı gəlib, deyib içində suyum yoxdur. Yoxdur su. Xan evlər ki, burada cəmaat danışır, deyib, şeydir, suyu olmayıbdır içində. Xanların pajanlısı gəlib buranı keçirdi. Qeyd edək ki, 50 ilə yaxındır ki, şəhərin mərkəzində yerləşən Gəncə Bazar Açıq Tipli Səhmdar Cəmiyyətinin şəhər rəhbərliyi tərəfindən başqa əraziyə köçürülməsi planlaşdırılır. İmamverdi Vəliyev, Emin Quliyev, Şəfiqə Fazil, TTV, Gəncə.